Kasıblıq çox yaxşı bir şeydir. Kasıbları Allah bu dünyada sınayır. Kasıbların o biri dünyada həyatları çox gözəl olacaq. Allahın sevimli bəndələridir. Kasıbların ürəyi təmiz olur. Varlılar bədbəxtdir aslında və əslində varlılar yaxşı insanlar deyil. Haram puldur, çox pul haram puldur. Səbri örgədən şeydir kasıblıq. Kasıbın ürəyi hər şeyə dəyər. Deyən insanların nə hikmətsə heç biri kasıb deyil. Ancaq kasıblara ürək-dirək verməklə məşğuldular. Heç kəs də demir ki, sənə bir fikir verim, dəstək olum. Alınar, olar, narahat olma, riskə gir bəzən, həyat bir dəfə verilir. Kasıb qalın. Kasıblıq əslində Allahın bəxş etdiyi bu dünyadakı sınaqdır. Niyə özünüzə bunu aid eləmirsiniz? Niyə özünüz gözəl həyat yaşamağı seçirsiniz? Yəni, insanoğlu başqasına təsəlli verməyə çox müsaitdir. Amma eyni şeyi özləri yaşamaq istəmir. Nə olsun ki, mənim övladlarım ən bahalı məktəblərdə oxuyur, ən güclü diplomları alacaq. Sonra mənim ətrafım, çevrəmin köməkliyi ilə sizin övladlarınızın müdiri olacaq. Bəlkə də sizin övladlarınızın bilgisinin yarısını bilmədiyi halda, sizin övladlarınızın işləmək bacarığının yarısı olmadığı halda, vicdanının yarısı olmadığı halda, yenə də müdür mənim övladlarım olacaq. Sənin övladlarına isə mənim övladlarım deyəcək ki,